Vaxtınız xeyir, əziz izləyicilərimiz. Mən Əhmədova Nəzrin, 100 media adından hər birinizi salamlayıram. 100 media olaraq yenidən qarşınızdayıq. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Bir şəhərdə sorğu götürürük, iştirak etmək istərdiniz. Əlbəttə, buyurun. Bizə hazırda sahib olduğunuz bacarıqlarınızı sadalaya bilərsiniz. Əlbəttə, mən özüm uşaqlıqda musiqiyə həvəsim var. Sonradan mənim bacarıq halına çevirdi. Klarnetdir, sonra balabandır və pianodur bəzi alətlərdir. Özüm də balabanla və klarnetlə məşğulum. Çox gözəl, təşəkkür edirəm. Siz? Salam, hər vaxtınız xeyir. Sağ ol. Biz şəhərdə sorğu götürürük, iştirak etmək istərdiniz. Olar. Bizə sahib olduğunuz bacarıqlarınız haqqında məlumat verə bilərsiniz. Kitab oxuyuram, kitab yazıram. Bəzən kodlaşdırma öyrənirəm. Yəni mümkün olduğu qədər inkişafa yönəlik iştirak etmək istəyirəm yəni. Çox gözəl. Axırıncı yazdığınız kitabın adı nə? Qorxulu yuxular. Yəni mən bir çox yerlərdə yazıram, amma ən axırıncı yazdığım kitabın adı Qorxulu yuxular. Çox sağ olun, təşəkkür edirəm. Salam, hər vaxtınız xeyir. Sağ ol. Sorğumuza iştirak etmək istəyirsiniz. Bəli. Hazırda sahib olduğunuz bacarıqlarınız hansılardır? Hal-hazırda rəsm çəkməyi və müxtəlif əşyalar hazırlamağı çox sevirəm. Bu günlük bu qədər əziz izləyicilərimiz. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın.